Allah Taala danışır ki, şübhəsiz ki, müttəqilər üçün qazandıqları uğurun mükafatı vardır. Yəni müttəqilər ki, hansı ki bu dünyada çalışırdılar, o çətin günləri yaşayırdılar, içində əziyyət çəkənlər vardı, içində xəstələri vardı, içində sıxıntıda olanları vardı, içində dininə görə sıxılmış insanlar vardı, hansı ki onlara təzyiq göstərilirdi, cəmiyyət tərəfindən, insanlar tərəfindən. Bunlara dözürdülər. Onlara mükafat var. Və onların bütün bu sıxıntıları, bu əziyyətləri, çəkdikləri zəhmətlər, çünki az deyildi, yuxusuz qalmaq, gecənin müəyyən vaxtında durub namaz qılmaq, təyin olunmuş namazları qılmaq, insan yuxusuna haram qatır, səhər saat 5-də durur, hamı yatan vaxt o durur, namaz qılır. Yəni bunlar hamısı böyük bir zəhmət idi və bunun da mükafatı var. Uca Allah buyurur ki, onlar üçün bağlar, onlar üçün üzümlüklər, yəni bunlar hamısı nəyi göstərir? Bəzən təfsilatlar var mükafatlarda, bağlar, üzümlüklər, çaylar, axan çaylar. Bunlar göstərir ki, yəni cənnət əslində real maddi həyatdır. Həqiqətdə isə dünya elə bir keçici bir maddi həyatdır ki, o əsl həyat deyil. Orada əsl Allah Taala'nın yaratdığı gözəllik ki var, o dünyada yoxdur. Allah Taala'nın yaratdığı bir həzz var ki, o dünyada yoxdur. Amma cənnətdə o var. O mükəmməl həyat ki, insan hansı ki orada xəstələnməz, hansı ki bu dünyadakı əziyyətlər ona toxunmaz, yaşlanmaq, qocalmaq, narahatçılıqlar, pis hadisələr, pis xəbərlər heç biri yoxdur. Çünki bu dünya mükəmməl həyat deyil. Əslində məhz Rəbbimiz bunu başa salmaqla bizə göstərmək istəyir ki, yəni sizin düşündüyünüz əslində burada çox sevdiyiniz şeylər orada var, orada daha mükəmməli var.